İqlim dəyişikliyi və atmosferdə karbon qazının artması insan sümüklərinin əriməsinə səbəb olur. Belə ki, Avstraliyalı tədqiqatçılar Alexander Larkham və Phil Brevert 1999-2020-ci illər arasında ABŞ yetkinlərinin qan məlumatlarını araşdırıblar. Nəticələrə görə qanda bikarbonat səviyyəsi 20 il ərzində 7% artıb ki, bu da atmosferdə karbon qazının artmasına bərabərdir. Bikarbonat səviyyəsi yüksəldikcə sümük sağlamlığı üçün vacib olan kalsium və fosfor miqdarı ciddi səviyyədə azalır. Bədən karbon qazını udmaq üçün sümüklərdəki mineralları qurban verir. Normal şəraitdə sümüklər bu mineralları bərpa edə bilsə də, artan karbon səviyyələri uzun müddətli mineral itkisinə səbəb olur. Tədqiqatçıların xəbərdarlığına görə, əgər tendensiya davam edərsə, 50 il ərzində karbon səviyyəsi sağlam hesab edilən həddən yüksək olacaq. Sümüklərdə kalsium və fosfor minimum səviyyədən aşağı düşəcək. Bu isə skeletin zəifləməsi ilə nəticələnəcək və bütün insanların fiziologiyasına təsir göstərəcək.